Soliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 19. bölümü başladı. Salam. Hoş gördük. Dostumdur. Bizim yerlimizdə adı Vidadıdır. Laf yaxşı. Buyurun kesin. Qardaşımın mağazasıdır Vidadır. Gör bir dənə mebellərə bax. Ağzına açıq qalasın. Şəhərdə belə mebel sən ola bir dənə, iki dənə ancaq ola. Hamısı Fransadan gəlir. Fransadan, Fransadan. Sən nə əsəbləşmişdin? Firuzə xalam mənə döydürməklə. Döydürmək nədir? Bax, görürsən, orasını bilmirsən. Anam səni döydürüb? Olmasa demərəm axı. Kimə döydürüb? Nə bilim, tanımıram. Yekəpər bir dənə adam. Sən əminsən ki, anam elətdirib? Qaçın, qurban sənə. Qabağımı kəsdi, soruşdu ki, Şəmsi sənsən. Hə deyən kimi nətər vurdu yerə sərəbə. Dalbadal təpikləyəndən sonra da deyir ki, Firuzə xanımdan sənə salam. Əyləş. Niyə oturaq ki? Maşını götürməyə gəlməmişik. Açarı götür gedək də. Salam Eyvaz. Heç soruşmadım. Vidaydın adı tanıyırsan? Dedim də yerlimizdir, rayondan tanıyıram. Hə, Allah yaxşı. Əyləş Vidayd. Qaqaş, sən də əyləş də. Eyvaz, zəhmət olmasa bizə 300 stəkan çay verərsin. Vilaydi, Bəli. qardaş, nə işlə məşğulsan? Rayondakı kimi, orada da mühafizə xidmətində çalışırdım. Burada da eyni işdəyəm. Heyf, ne deyirsən ki, pis işdir ki? Akişi, mən pis iş sözünü dedim. Xahiş eləmək istəyirdim ki, sənin də yanını düzəltsin. O da ki, səndən mühafizəçi olmaz. Bir şapalaqlıq canın yoxdur. Xətrinə dəydi, Eldar. Məndə xətir qoymusunuz ki. Özüm ölüm Vidadır. Kimin bostanda xiyar əyri bitir, evdəkilər günahı məndə görür. Zarafat elədim, daya cılap. Başa düşdüm, əziz böyük qardaşım. Eyvaz, bir dəqiqə dayan. İradi, zəhmət olmasa sən də gəl. Bizim bir şəklimizi çək. Qaqaş, gəl də sən də. Gülümsə də. Səçdim. Sağ ol. Əyləş Vidaydı, çayımızı çək. Laçın, biz yetmək istəyirik, maşın götürməyə gəlmişəm. Hə? Hara gedirsiniz ki? Vidadı bir əla yer tanıyır, balıq verirlər dəniz kənarında. Şəhərdən biraz aralıdır deyə dedim taksi ilə gedib gəlməyək. Maşın lazımdır sənə? Yox, maşın lazım deyilik. Səhər-səhər ata dedi ki, səndən harası gedəsidir, işi var. Siz oturun çayınızı için, mən bir dənə atadan dəqiqləşdirim, gəlirəm. Burada danış da. Yox da, kişinin qılığına girim.
Yaxşıdır axı, qonağımız gəlib, yerimizdir. Əyləşin, əyləşin gəlirəm. Şəmsi, sənə şəkil atıram. Bax gör bu adamı tanıyırsan. Hə, oldu. Laçın bu adam kimdir? Qohumdur. Hər kimdir, nə edirsən? Tanıyırsan onu? Həmin adamdır da. Mənim qabağımı kəsən, məni vuran. Dəqiq. Sənə demişdim, bir yekəpər adam. Həmin bu adam idi. Oldu Şəmsi, sağ ol. Səncə kimdir bu adam? Tanıyırsan? Niyə soruşurdun? İndi vaxt yoxdur, sonra deyərəm. Yaxşı. Nə dedi? Dedi, gərək üzürü hesab edəsən. Ata ilə danışdım, deyir kiməsə iş görüşməsi var. Çıxıb gəlir bura, yoldadır. Dedi, elləri heç yana buraxma. Qardaş, olmasın bu gün, olsun sabah, daha bir gün. Bax, mən də gələrəm, üçümüz də bir yerdə oturarıq. Sən mənim canımı incimə. Qardaş, nə incimək? Canını sağ olsun. Oldu, hələlik. Bir vaxt olan kimi zəng eləyəcəm. Ya sabah, ya bir gün. Oldu, zəngini gözləyirəm. Yaxşı. Kişi də maşın sürməyi öyrənmədi ki, canım tutarsın. Neçə yaşı var bu? Nə olur ki? Canın azizar olub. Az qalır dədən yaşındadır. Sən onunla nə dostun, hə? Nə deyə indi nəyə qızışıbsan? Dostluq eləyəndə nə olur ki? Soğulcam. Onunla içmişdin, hə? Ona görə yerdən sürünürdün. Nə deyə nə dişini qızıyırsan? Yenə vuracaqsan məni? Vuraram o yana, keçərəm də. Nə gözünü döyürsən, hə? Anan qanmır. Və sənə nə olub, hə? Anan hirsinə uduzub deyir ki, gəl onu döydür. Çıx şəhərdə sürən, evə qaydanda denən ki, döydürmüşəm. Nə buyurursan, hə? Sən mənim qardaşımsan, yoxsa Şəmsini? Ay acılaf, bacımızın əridir də, o da qardaş kimi bir şeydir. Ay, söyləmişəm. Çünki o ataya da cavab qaytarmışdı, onun da heyfini sıxdım. Umay, dədəmiz yaşda kişiyə ərə gedibdi. Müdadi yaşda adamlar gözünə sanan kimi görünür. Nə dişini qızıyırsan? Bəlkə birlik də varasan. Cəhənnəm ola buradan. Cəhənnəm ol ged evə. Ata gəlib eləmir. Gedim elə gedirəm. Amma gedib evdə nə deyəcəm? Özüm bilirəm.
Dadi, dedem Laçından gedəsi oldu, məndə boşluqdur. Gəlim taksi ilə gedək də. Hə? Yaxındasan ki, orada ol gəlirəm. Axır ki. Bəlkə biraz gəlişək? Yox Şəmsi, vallah narahatam. Qorxuram kimsə görər. Görsələr mən vəziyyətimi təsəvvür elə də. Anam ağzına gələn deyəcək. Düz deyirsən. Ki, onda maşına oturaq. Yox, qoy mən arxaya. Necəsən? Belə də, yaxşı. Nə əcəb səni evdən tək icazə verirlər çıxmağa? Humay zəng eləyib çağırmışdı. Anaya dedim, o da nəyə görəsə icazə verdi. Heç gözləmirdim. Elə bilirdim deyəcək ki, olmaz. Nəyə gülürsən? Ağlıma bir söz gəldi, istədim zarafata salın deyəm. Sonra fikirləşdim ki, birdən inciyərsən. İncimərəm, de görüm. Atavın əli yüngül olub. Anavın başına vurandan sonra həyata baxışı dəyişib. Hə, anamla hesabınız bir-bir oldu. Gör neçə vaxtı görüşmürük. Mən nə günah sahibiyəm ki, atamla anam səni məndən bu qədər qoruyurlar. Şəmsi, onlar elə fikirləşir ki, sən bizim imkanımıza görə mənə yaxınlaşırsan. Onlar nə fikirləşirlər, qoy fikirləşsinlər. Əsas sənsən, ya. Sən özün nə fikirləşsən? Bu sualı yersiz sayıram. Əgər sən çağıranda gəlirəmsə, deməli bu sual verməyə ehtiyac yox. Onda gəl bir məsələyə də aydınlıq gətirək. Atan məni birinci dəfə ofisdə görəndə dedi ki, səni nişanlayıb. Güya oğlan Rusiyada yaşayır, pulu da atana o verib. Sonra da əmin oldum ki, nəsə yalan söhbətdir. Nədən hiss elədin? Laçının mənə olan münasibətindən. Həm də Eldardan da soruşdum. O nə dedi? Araya söz qatdı, cavab vermədi, az qala dava salırdı. Həm də onu başa düşmək üçün alim olmağa ehtiyac yoxdur. Əgər belə bir söhbət varsa, Laçın sənə telefon niyə alsın? Səni restorana niyə gətirsin? Hə, düzdür. Atam yalan deyib. Atanın bu yalan nəyinə lazımdır? Dedim də, onlar elə fikirləşirlər ki, sən pulumuza görə mənə yaxınlaşırsan. Ona görə elə deyib. Yox. Məncə səbəb o deyil. Bəs nədir? Atam necə varlanıb deyə bilmərəm. Məncə o nişanlı olmaq söhbətini ona görə eləyir ki, necə varlandığını ört-bastır eləsin. Yəni atam o pulu qara yoldan qazanıb. Valla könül xətrinə dəyməsin. Nə bilirəm, onu deyirəm. Heç nə deyə bilmərəm. Niyə deyə bilmirsən ki? Sənin xəbərin yoxdur ki, atam bir ilin içində necə varlanır? Xəbərim yoxdur. Evdə hər şeyi məndən gizlədirlər.
Vallahi xəbərim yoxdur. Onda mən haqlıyam. Atan o pulu elə qara yolla qazanıb. Şəmsi, sən mənlə niyə görüşmək istəyirdin? Atamın necə varlandığını öyrənməyə? Yox, mənim nəyimə lazımdır. Elə söz gəldi deyə dedi. Yox, ona görə yox. Mənim səninlə görüşməkdə bircə məqsədim var. Konkret sənə sual verir. Qayıdıb mənlə ailə olmaq istəyirsən? Yəqin ki, bu qərarından sonra atan-anan səndən imtina eləyəcək. Amma bir şeyə əminəm ki, bizlə əlaqəni laçın kəsməyəcək. Bu sənin üçün qəbuldur. Bilirəm, çətin sualdır, amma bu cavabı gərək özün üçün dəqiqləşdirəsən. Əgər biz nişanlı olub ayrılsaydıq, yəqin ki, bunu sənə deməzdim. Evdə anam məni bezdirəndə, elə olub ki, atam da özümə gəlib. Elə vəziyyətdə olmuşam ki, çox yəqin ki, sən həmin vaxtı bu sualı versəydin mənə, fikirləşmədən deyərdim ki, hə, razıyam. Amma indi əziyyət çəkirəm. Niyə? Beynimdə eləcə bu sual fırlanır. Mən nankör övlad olmuram ki. Laçını da tanımasaydım, elə fikirləşərdim ki, sən o ata-ananın qızı deyilsin. Mənə biraz vaxt ver Şəmsi. Qoy bu sualın cavabına özümü hazırlayayım. Məsələn, deyib iştirak edirsən. Hə? Bu deyib, məni də eşitmirsən. Fikrin hardadır? Əş, nə bilim. Nə sorulub, Eldar? Bilirsən necədir Vidadi? O məsəl var evin kiçiyi oldun, küçüyü oldun. Məndə həmin söhbətdir. Məni evdə adam yerinə qoymurlar. Elə şey olmaz. Bax Vidadi, bir söz deyim. Gör mənim neçə yaşım var. Dədəm mənim saqqal saxlamağıma da qarışır. Öyle. Eldarın canı üçün. Kişinin bir dəfə üzü döndü, bilmədi hirsini kimin üstünə döksün. Əlinə mən keçdim. Dedi, get saqqalını qaldır. Bir dəfə getdim, gəldim, dedim ki, növbə çox idi. Sonra dedim, bərbərxana bağlıdır. Dirəşdi, axırda qıxdırdı saqqalını. Düz eləmir də. Hələ bu nədir ki? Sən öl dədəmlə bir dəfə otursaq özün görərsən. Ağzımı açan kimi başıma qapaz qoyur. Niyə? O kiçik məsələsidir də. Adam yerinə saymırlar. Qardaşına da elə münasibət göstərirlər. Ay kişi yox Laçının bir sözünü iki eləmirlər. O nə dedisə qanundur. Bayaq gördüyüm mağaza var idi ha. Hə. Laçın getdi, oranı danışdı, götürdü. Sonra gəldi dedi. Yəni heç kimdən məsləhətləşmədi. Dədəm də görən kimi, maşallah, sən qoçaq oğlansan, xeyirli olsun, nə bilim nə. Amma bax, bu çörək haqqı. Məni bir addım kənara atmağa imkan vermir. A kişi niyə içirsən? Gördüm də, bu yaşda kişi arağı birinci dəfə mənlə içirsə, deməli uşaq kimi baxırlar sənə. Dedə Vidadi, qurban olun, dedə. Düzələr inşallah. Yeməyini ye. Başqa sözün də var? Mən nə iş qura bilərəm Vidadi?
Watson kimi də ayrı. Mən də onun kimi işi qurum, həll eləyim, sonra gedim deyim. Eldar, iş kurmaq üçün pul lazımdır. Pul məndə. Ciddi sözümdür. Vallahi. Onda pulun məbləğinə baxmaq lazımdır. İşdən çox iş var. Məsələn, Məsələn, mənzil al, kirayə ver. Mayan da yerində durur. Nə vaxt satmaq istəsən, aldığından da baha satarsan. nə qədər pul lazımdır? İstəyirsən birini al, istəyirsən beşini al. Kirayə verəndən sonra da ay pulunu alarsan. Bir mənzilin qiyməti nə qədər olar? Baxır mənzilə də 150 minə də var, 500 minə də ala bilərsən. Onda sən bir axtar gör, 150-yə, 200-ə nə tapa bilərsən? Bir də bizim qonşuda 200 minə bir mənzil satırlar. Günü sabah pulu gətir, gedək alaq. Yaxşı. O da işin düzələn kimi iştahın da açıldı. Könül geldi. Deyirəm, bu Həmid niyə məni itirib axtarmır? Bu nəsə yaxşı əlamət deyil, ha? Firuzə? Bu adam bir dəfə də olsun mənə zəng eləmir. Niyə? Könül geldi. Görək nə deyir. Elə bilirdim gec gələcəksən. Hə, ana dərsdən sonra Humaygilə getdim. Nə yaş çağırmışdı səni? Nə danışdınız? Elə belə deyir mən zəng eləməsəm sən yada salmırsan. Sən deyəni də soruşdum. Nə dedi? Soruşdum ki, sən gələndən o qadın burada işləyir. Dedi, yox, təzəlikcə gəlib. Heç bir ay yoxdur. Adəm, sən düz deyirdin. Elə sən deyən kimi bu... Demədi onu kim gətirib? Səna müəllimin bacısı gətirib. Dedi, şirkətə iş üçün gedibmiş. O da görüb sakit adamdı, gətirib evə. Humay belə dedi. Yemək yedin Humaygildə? Yox, yeməmişəm. Yaxşı. Qalx yuxarı, əlini dəyiş, gəl. Az. O gedib ofisə iş axtarıb filan, bunlar hamısı boş söhbətdir. Onu Həmid göndərir bura. Ofisə? Hə də. Onun başına yer qəhədi idi, getdi çıxdı Elzanın yanına. Onu Həmid elə eləyibdi ki, heç kimin ağlına gəlməsin. Nə oldu? Cəddə sənin qabağına çıxan kimi getdi düşdü sənin evinə. Bu boyda təsadüf ola bilməz. Həmid bunu nə fikirdən eləyib? Mənə elə gəlir ki, o pulun itməyi məsələsində hamıdan çox bizdən şübhələnir. Amma bu arvadı nə məqsədlə ortalığa salıb onu tuta bilmirəm. Bəs o necə öyrənə bilər ki? Bəlkə çağırım, söhbət eləyim. Evə? Az hə də, qadın xaylaqda başqa yerə getməz ax. Adəm qadın al. Mən bir də onunla üz-üzə gəlsəm, ürəyim partlayar. Əmin elə qorxmuşam ki...
Deyirəm, bəlkə onun başını yiyib. Necə? Allah'a and olsun. Onu elə eləmək olar ki, nə dil bilsin, nə dodaq. Necə hayatım? Az. Həyatından bezmiş o qədər adamlar var ki, altına bir dənə ucuz maşın alıb qoyursan, vurub cəhənnəmə vasil edir. Adı da o olur ki, bədbəxt hadisə. Sən Şəmsini kimə döydürmüşdün? Mən tanımıram, Eldar tanıyır. Vəssalamdır. Çağırım onunla görüşüm. Eldar bilmiyor ha. Yaxşı. Görüşüb təklikdə danışacağım. Dayı, mən gəlmişəm, buradayam. Hə, yaxşı. Umay xanım, Bəli, xoş gəlmişsiniz. xoş gəldin. Heç təsəvvür eləməzdim ki, Şəmsinin siz yaşda başçısı qızı var. Hə, mənim anamla dayım arasındakı yaş fərqi böyükdür. Çox gözəl, buyurun. Keçək əyləşin. Mənim adım Natavan. Hə, bilirəm, dayım dedi. Mənə nənəmin adını qoyublar. Uşaq vaxtı həmişə fikirləşirdim ki, böyüyəndə adımı dəyişib Umay qoyacağım. Yo, doğrudan deyirəm. O qədər xoşum gəldi Umay adından. Nə gözəl, çox xoş oldu. Mənim adımı da atam qoyub. Atanızın çox gözəl zövqü var. Çox təşəkkür edirəm. Mənsə telefonum adlarla doludur. Amma bir dənə də Umay adında adam yoxdur. Ona görə istəyirəm sizin adınızı məmnuniyyətlə qeyd edeyim. Əlbəttə etiraz eləmərəm. Amma sizin kimi alagöz bir xanımın nömrəsini səsləndirilməsini istəmirəm. İşdən olur. Buraya yaza bilərsiniz, əmrət olmasın. Əlbəttə yazaram. Çox pozitiv xanımsınız. 5 saniyə ərzində bütün əhvalım dəyişdi. Mən təbiətim belə olmasaydı, restoranım belə populyar olmazdı ki. Aa, siz buranın sahibisiniz? Mən elə bilirəm inzibatçısınız. 2 qat xoş oldu. Buyurun. Təşəkkür edirəm. Mən öz işçilərimlə həmişə isti münasibət saxlayıram. Onlara hətta sürpriz tədbirlər də keçirirdim. Ad günü, il dönümü, yubiley. Nə gözəl, məmnuniyyətlə iştirak eləmək istəyərəm. Nə bilmək olar, bəlkə sizin dayınız üçün də bir sürpriz tədbir təşkil edədik. Əslində Natavan xanım, elə bir tədbir bu yaxınlarda deyəsən gözlənilir. Bilirsiniz, dayım ailəli olub, sonra ayrılıb. Bilirəm. Üfüqdə şartı görünür. Deyəsən görünür. Nə gözəl. O xanımı görmüşəm, bura gəlmişdi. Könül? Adını bilmirəm, qardaşı ilə gəlmişdi, amma qardaşın adı yadımdadır, Laçın. Olmaya... Olmaya nə? Nə bilim, Laçın adını işləndə əhvalımız dəyişdi. Biləm, bəlkə olmaya... Yox, nə danışırsınız? Mən ailəliyəm. Siz ailəlisiniz? Həm də Laçın mənim əmim oğludur. Doğrudan. Siz bugün məni təəccübləndirirsiniz.
Bəlkə əminiz qızını götürüb bir gün bura gələsiniz. Biz o üfüqdəki şartını parıltıya çevirməyə çalışırıq. Olar. Nə danışırsınız? Heç də qadın söhbətidir. Danışdığıma şad oldum Humayra xanım. Mən də qarşılıqlısına Atavan. Necəsən dayı? Çox sağ ol, gözəl. Əyləş də. Necə gözəl insandır. Müdürvə vuruldum. Elzadan sonra Natavan xanım mənə yuxu kimi gəlir. Dayı, vicdan haqqı çox qəşəngdir. Ürəyin nə istəyir? Heç nə dayı, səninlə söhbət eləməyə gəlmişəm. Hı. Yeni işin mübarək. Çox sağ ol, qardaş. Könüllə necə oldu görüşünüz? Əşi biz dedikodu elədik. Siz nə danışdınız? Onu hərəkət eləmişsin. Bacı qızım, heyif mən gec ağırlanmışam. Bu işi 3 il qabaq tutsaydım, indi evimdə uşaq oldu. Dayı, deyəsən söhbətiniz yaxşı alınıb. Məncə pis alınmadı. Natavan xanım, nə zəhmət çəkirsiniz? Heç bir zəhməti yoxdur. Bacım qızının əvvəllərinə sonra özünə uğramış. Buyurun. Çox sağ ol. Ata, haradasan? Heç harda ay qızım. Təliyə düşmüş çol kimi vurnuxuram. Pula görə? Kökündə o durur, bir də əmin gelin dərdini çəkirəm. Əmimgilin nə dərdi var ki, sən də onların dərdini çəkəsən? Bugün ofisdə Sənanın kabinetində idi. Elza gəldi, sənədlər gətirdi, dedi ki, Adəm imzalamalıdır. Sənan da xahiş elədi ki, mən aparım imzalatdırım. İndi nə qədər istəyirəm, cəsarət toplayıb gedəmirəm. Ona görə səhərdən şəhərdə verilənirəm. Ata, burada cəsarətliyin nə var ki? Yalana əmim danışıb da, sən neyniyyəsən? Yeri gəlsə, o səndən utanmalıdır. Yox, ay qızım, həbsdən çıxandan nə zəng eləmişəm, nə getmişəm. Sözün açığı fikirləşirdim, ofisdə rastlaşarıq. Sonra məlum oldu ki, orada gəlib getmirlər. Bir də bu sənəd məsələsi çıxdı. Sənan dedi, apar evində imzalatdır. Yox deyəmədim, qardaşım da. Apar da, ata. Yox, ay qızım, əziyyət çəkirəm. Firuzə ilə üz-üzə gələcəyəm, Adəmin də dili acıdır, bilirəm də, ər-arvad iynələyəcəklər mənə. Ay, ata, arxayın ol. İnan ki, gedəndə xoş üzlə qarşılayacaqlar. Könülə dedim ki, bizə gəl, ona icazə vermişdilər. Deməli, münasibət yaxşıdır. Sən narahat olma, get. Sağ ol, ay qızım. Məni xeyli sakitləşdirdin. Kaş elə gün ortadan zəng eləyəydim sənə. Rahat get, ata, rahat get. İstəyirsən zəng vur get. Bəlkə elə sənin üçün süfrə daşdılar. Oldu qızım, oldu. Sağ ol, ay qızım, sağ ol. Öpürüm özümü. Eldar mətbəxdədir. Yox. Biz pəncərədən gördüm, gəldi axı. Getdi otağına, dedi aclığım yoxdur. Həmin oğlandan yeyib. Adı Vidadiymiş. Vidadi? Hə. Yaxşı. Sən gəlmə. Yaxşı. Kişi bala, gəlmək olarmı? Niyə olmur ata? Elə mən də çıxırdım. Yox. Gəldim elə burada söhbət eləyək, ikilikdə. İşin söhbətini eləmək istəyirsən? Təzə işin. Nə təzə iş?
Bəs Laçın dedi ki, zəng eləmsən, harası iş görüşməsinə gedirsən. Mən zəng eləmişəm. Laçın elə dedi. Yox, mən Laçınla elə söhbət eləməmişim. Onda yalan deyib. Nə dedi ki? Vidadi ilə Laçının mağazasına getmişdik bugün. Vidadi kimdir ki? Dostumdur. Bir dəqiqə otur. Bir rahat danış görüm. Hə. İstəyirdim gedib maşını götürüm, Vidadi ilə şəhər kənarına gedək. Aha. Deməli, Əclaf maşını verməməkdən ötürü yalan danışıb. Nə dedi ki? Dedi, atı iş görüşünə gedir. Eldara de, maşınla evə gəlsin. Maşınla gəlmisən? Yox, vermədi maşını. Adını elə qoyub, Vidadini yola saldı. Sonra da dalaşdı məndən. Vurdu məni. Niyə? Şəmsiyə görə. Estağfurullah. Bu şəmsi söhbəti qurtarmadıdır. Sən onunla mülayim danışdığına görə ayağı yer alıb. Görə söhbət nə vaxtdan bitib. Mənə deyir, şəmsini niyə döydürübsən? Ona görə vurdu məni. Mağazanın içində. Yaxşı. Mən onun payını verərəm. Qulaq as, bu Vidadi kimdir ki belə? Görürəm onunla yaxınlıq eləyirsən, taytuşundur. Yox, iki kişidir. Məndən çox böyükdür. Hə? Yaxşı. Onun nömrəsini ver mənə. Neyinirsən ki? Bir təşəkkür eləyim də. Şəmsini vuran əlini sıxım. Yaz onun nömrəsini bura. Verim də, niyə verməyim? Sən onu hardan tanıyırsan? Rayondan. Yerimizdir. Bilirsən nə oğlandı ata? O vaxt Şəmsinin söhbətini eləyəndə dedim, polis bilsə pis olmaz. Yazdım. Yaxşı, sən deyəndə bəs o nə dedi? Dedi, hamısı mənlikdir. Səndən böyükdür. Neçə yaşı var? Nə deyim ayda, 45, 48. Yekə kişidir ki. Bilirsən necə sözü bütöv adamdır? Mənə dedi ki, sənin anan mənim anam. Döyərəm, o yana da keçərəm. Gözümdə qorxu zad yoxdur. Yaxşı, səndən bu qədər böyükdür. Nə əcəb səndən belə yaxınlıq eləyir? Bugün görüşə mən çağırmışdım ata. Məsləhət almaq istəyirdim. Mənə elə bir gözəl yol göstərdi ki... Nə yol? İş barəsində danışdım. İşimiz yoxdur axı. Soruşdum, Vidadi, nə işlə məşğul olmaq olar? Mayası az olan elə qəşəng bir iş təklif elədi ki, riski zadı da yoxdur. Yəni elə işdir ki, maya bata bilməz. Mayası nə qədərdir ki? Bizdən ötürü elə böyük pul deyil ata. Qurbanım, nə olar həyata? İmkan ver, mən də özümü iş qurum da, Laçın kimi. Sən də heç işləmə. Otur ana ilə evdə, keyf eləyin. Biraz iş görüm, 5-10 manat qazanım. Sonra da xeyir duasını verərsən, işi böyüdərəm. Yox, mayası nə qədərdir? 200-250 min. Köpay oğlu, sən mayası 250 min olan iş görən zibilsən? Burnunu sallama. O pulu tərəziyə qoysaq səndən ağır gələr. Qələtini elə otur yerində. Üzünə xoş baxanda qolduğu qarpızlanır. Bizdən ötürü heç nədir. Sən öləsən. Pul çöldən yığılır. Həmid gəlib Adəm. Hara? Bizə də zəngi bastı, qapını açdım, gəlib. Çöldən yıxmışıq da, hə? Daha çöldən yıxmaq necə olur? Köpay oğlu. Dilini dibindən qopardaram ha. Qudurubsan.
Yaxşı adam. Mən sənə göstərərəm qudurmaq necə olur. Can qardaş, can. Ha, səni xoş gördük. Həmişə evində, eşiyində. Salam adam, salam. Firuzə donquldanırdı ki, gördün, qardaşın səni sahib yanına gəlmədi. Adam ikimizin canı Ha, qadan alım, an düşməyə ehtiyac yoxdur. Özün də sözümü kəsmə, qulaq as gör nə deyirəm. Dedim Firuzə, iki dünya bir ola, belə şey ola bilməz. Az Həmid mənim qardaşımdır, onun nəsə bir işi var. Bu de, gəlib çıxdım. Hə, sən gəlişinə quzu kəsim. Keç, buyur, keç içəri. Keç. Gəl. Nətər sevindim, nətər sevindim. Nə yaxşı gəlib çıxdın, hə? Keç. Xoş gəlmisən, ay Həmid. Həmişə sən gələsən. Sağ ol, ay Firuzə. Xoş günlərə gələk. Eviniz də mübarəkdir. İnşallah balalarınızın toyuna gələk bura. Həmid, gəl. Gəl, keç mətbəxə. Ora həm genişdir, həm də işıqlıdır. Laçın, Həmid əmi gəlib bizə. Doğrudan? Vallahi. Hə, gəlib lap yaxşı. Daha niyə təəccüblənirsən? Mən ona təəccüblənməmişəm. Məni çaşdıran ata ilə anadır. Əmini elə qarşıladılar ki, elə bir illərdir yolunu gözləyirlər. Bəs sən nə vaxt gəlirsən? Gəl sən də görüş də. Mən görüşmüşəm. Harda? Xəstəxanada, Humayın yanına gedəndə. Kimdən danışırsan? Laçınla. Ver görüm bura. Allah haqqı Laçınla danışıram. Telefonu ver. Alo. Mənəm, Ayana, mənəm, sakitləş. Əmin gəlib bizdədir. Bilirəm, könül dedi, yoldayam, gəlirəm. Birdən Şəmsi ilə danışırsan ha. Dili bükəsən. Həmid, bax canın üçü deyirəm ha. Hadisə mən nətər danışmışdım, elə olmuşdu. Yoxsa qardaşım olduğunu niyə danım? Sonra Laçın həbsdən qaydanda elə bil ki, qəflət yuxusundan ayıldım. Dedim Firuzə, Laçın gəldi, Humaya görə mən Sənandan ayrılmalıyım. Sənin qızına görə qorxdum evində söz-söhbət olar. Onun dərdindən biz Laçını ofisə yaxın qoymadıq. Getdik, ayrı iş qurduq. Sağ ol adam, sağ ol. Qardaşınam nə? Hamıdan yaxşı məni sən tanıyırsan. Mən acılıq dilimdədir. Ürəyi yumuşaq adamam axı. Salam əmi, xoş gəlmisən. Salam, salam. Salam, necəsən? Qardaşların evdə yoxdur. Laçın yoldadır, gəlir. Eldar da öz otağında. İndi çağıraram gəlir. Getmə, bəyək başına qapaz salmışam, mısmırığını sallayıb. Gəlib qanımızı qaraldacaq, sonra çağırarsan. Kölgə mənə kömək elə. Hə, bu bitdi. İndi canım gözüm. Bir də görüm özün nə tərsən. Laçın dedi ki, kəndə gedibsən. Kimi gördün, kim ölüb, kim qalıb? Ahın dağlara, daşlara ah niyə çəkirsən, nə olub? Adəm, həyətə çıxa bilərik. Siqaret çəkmək istəyirəm. Hə, niyə çıxmadın? Həmin. Hacı.
sən siqareti bəhanə elədin. Nəsə demək istəyirsən? Elə bir yer varmış ki, bizi eşidən olmasın. Gəl bura. Əmin gəlib, görüş. Salam Ayıldır, salam Əşki, salam. Xulas, Əminlə bizim söhbətimiz var. Ged anangildən soruş, birdən çörək zad lazım olar. Bəli, yaxşı. Əyləşiyorum. Otur, otur. Adam başına dönüm. Kəndə ona göre gitmiştim. Gittim ki kimse pulu tapıp aparım. Hak salamand olsun, çalanı boş görəndən ayaküstü ölmüşüm. Bilmirəm neyniyim. Deyən görüm. Eşitdim, mən qurudum. Cahangir kimdi ki? Mən onu tanıyıram. Yox, hardan tanıyasın? Əsgər yoldaşımdı. Çox yaxınsınız? Yaxın deyəndə ki, yaxın olmuşuq ki, o qədər pulu mənə etibar elədi də. Əsgər yoldaşımdı, çox yaxşı oğlandı. Sonra həyatı başqa səmtə yönəldi, təhlükəli adamların dairəsinə girdi. Belə də. Sənə nəsə deyər ki... Deyər nə də ki, dərmə saman təpər. Adəm, balalarımızın canı özümə görə qorxmuram. İnan ki, ağına bozuna baxmazlar. Məni də, səni də, balalarımızı da. Həmidin canı üçün nəslimizi silərlər yer üzündən. Pul həddən artıq çox idi axı. Onu heç kimə keçməz. Yaxşı. Bəs fikrin nədir? Bir fikrim var. Ama hələ gözləyirəm. Qoy görəm nə olur. Nə fikirdir ki elə? Əmin deyiləm, ona görə demək istəmirəm. Könül, kartofu soydun. Gel bunu yu doğra.
Həmid əmi bizdə? Hə. Gəl maşını sal həyətə. Gel de gel. Gel gideyiz şomsa bir tükü çörək yiyək. Bu cürək ağlımıza nə gəlir? Adem. Senden bir şey xahiş edeyim. Evde heç kimə demə. Adem qurban olum qorxuram. Kimsə ağzından çıxar. Fikri demedin. Bu ne fikriydi o? Fık qadan alın. Həmşəsən gələsən. Salam aylaşın, salam. Ana dedi yemək hazırdır. Gəl. Adem, məsələni bildin də, Allah boğazımdan su da keçmir. İcazə ver, mən gedim. Niyə Həmid, nə olub ki? Soyuqlamışam. Eldar, əmin sən aparacaqsan. Əmin niyə belə tez gedirsən? Əmin niyə oturmadı? Nə bilim, ata ilə nəsə danışdılar, sonra üzrxahlıq eləyib çıxıb getdi. Şükür ki, üzrxahlıq eləyib gedir. Elə bildim yenə ata dalaşıb. Atan qardaşı ilə niyə dalaşsın ki? Elə deyirsən ki, elə bir əmiginlə can deyib can eşidirdik. Həmişə dalaşmısınız da. Atanız gəlməyəcək. Süfrəni yığırdım, ona görə soruşdum. Atam əmim gildədir Zeynəb. Burada qalacaq. Yo, inanmıram. Gələr. Gecdir, ona görə soruşdum. Yəqin orada süfrə açıblar. Sən narahat olma, süfrəni yığ get. Oldu. Əmi yaman fikirlisən. Aycan, Deyirəm, yaman fikirlisən. Gör nə qədər vaxt yol gədirik, danışmırsan. heç yaş. Ata ilə dalaşdınız. Nə? Deyirəm, ata ilə sözünüz çəp gəlmədi. Söhbətinizi eşitmədim, ona görə soruşuram. Heç yemək də yemədin. Yox, əşya, nə dalaşmaq? Allah eləməsin. Pək elə olsun. Saxlayın. Niyə əmi, nə oldu? Əminin canına azlar oldu. Saxlayın, saxla, düşüm cəhənnəm olum, gedim. Saxla. Nə olub əmi? Əminin ya ürəyi partlayacaq, ya da kimsə vurub öldürəcəm.
gecən xeyrə qalsın oğlum. Hə qızım, Ata, hardasan? yoldayam qızım. Elə bil piyadasan. Çatırsan? Yox ey qızım, Eldarla gəlirdim, ürəyim sıxıldı. Yarı yolda düşdüm. Biraz gəzişib gələcəm. Sən məni gözləmə, yıxıl yat. Yaxşı. Laçın sən də süsün. Mən dedim yatım, sabah tez durmalıyam. Gecəniz xeyrə. Xeyrə qar. Dəymə. Özüm yığaram, sən də ged yat. Sabaha qədər. Sağ ol. Nə oldu? Nə danışdınız? Firuzəm, deyəsən işlər xarab. Niyə? Çıx, bax, gör qız buralarda yoxdur. Yox, gedib. Qulaq as. Bu niyəsi kimdisə alacağın yerdir. Hə, Humay. Atam sizdən nə vaxt çıxdı? 15-20 dəqiqə olar. Eldar apardı. Birazdan yəqin çatarlar. Adəm əmi ilə dalaşmadılar. Yox. Niyə elə deyirsən ki? Dedi biraz şəhərdə gəzişib sonra gələcəm. Ona görə narahat oldum. Yox, mən heç nə hiss eləmədim. Düzdür, yemək yemədi, amma ata ilə çox mehriban ayrıldılar. Elə bizlə də. Hə, nə yaxşı. Yaman narahat olmuşdu. Yox, narahat olma. Könül, sənə bir şey təklif eləmək istəyirəm. Nə? Sabah restorana gedək. Mən dəvət eləyirəm. Bilmirəm, Humay. Anaya deyərəm, görüm icazə verirmi? Mənim adımdan da xahiş elə. Səni çox maraqlı bir xanımla tanış eləyəcəm. Qaqaş, yatmamısan? Yox, nə olmuş? Humay zəng eləmişdi. Mən restorana dəvət elədi. Amma anaya deməyə qorxuram. Birdən icazə verməz. Sən icazə ala bilərsən? Nə deyil? Nə də icazə istə. Sabah səni özümdən apararam işə. Zəngləşərsən, oradan da gedərsən. Haniyə heç nə demə.
Firuzə andı-andın üstünə calayırdım. Almazın ruhuna, öz ölmüşünə, qızının canına and içdi ki, Cahangirin dəstəsi adam yiyəndir. Ağına, bozuna baxmayacaq, gəlib nəsilimizi qıracaq. Adəm, bəlkə bizdən duyğu düşüb, xox gəlir. Yox, Firuzə, onu deyim ki, özü qorxudan ölür əyə üstəm. Biz ağlına gəlmərik, yox. Gəlsəydi, eyham vurardı. Elə olsaydı, mən hiss eləyərdim. Bəs biz neyniyək? Sənə bir söz deyim, Adəmin ölmüşünə. O Zeynəbi Cahangir göndərib, onun adamıdır. O Zeynəb sənin üstünə bıçaq çəkəndə demişdi ki, adam öldürüb, həbsdə yatıb eləmi? Dəvəssalamdır. Deməli, o dəstənin üzvüdür. Adəmin canı uçuqdur, adam yiyəndir. Adəm, atam anam sənə qurban. Bəs biz neyniyək? Günorta dediyim söhbətdir. Zeynəbin başını yemək lazımdır. Geriyə yol yoxdur. Oğlum, Nə olmalıdır ki? Biz səndən xəbər gözləyirik. Əmini apardın? yarı yolda düşdü. Niyə? Bilmirəm, dedi ki, saxlab cəhənnəm olub piyada gedirəm. Buyur. Adəm, mən deyəndi. O bizdən duyğu düşüb. Ayrı nə dedi? Dedi ki, mənim ürəyim partlayacaq. Niyə? Bilmirəm. Səni sorğu-suala tutmadı? Yox, hayata, danışmırdı. Fikir aparmışdı kişini. Hayata, sənə nəsə dedi? Bu barəsində. Elə onun söhbətini eləyirik. Bizdən şübhələnir. Məncə yox. Axşamınız xeyir. Küçədə nə edirsiniz? Sizi gözləyirdim ki, gələndə qapının zəngin basmayasınız. Hamı yatır. Hə, sağ ol. Yemək yemisiz? Aclığım yoxdur. Heç olmasa gəlin bir stəkan çay için. Gəlin, xahiş edirəm.
Qorxmayın Həmid kişi. Gəlin əyləşin. Mən niyə qorxmalıyam ki? Bilirəm, sizin də xəbəriniz var ki, mən adam öldürüb həbsdə olmuşam. Nuş olsun. Sen kimi öldürmüşsən Zeynep? Həyat yoldaşım. Hə, Həmid kişi. Vadar elədi, vurdum, öldürdüm. Peşman da deyiləm. Neyini vadar elədi ki? Çox uzun söhbətdir. Danışsam səhər açılar. Görürəm siz də çox yorğunsuz. Bugün yatın, dincəlin. Sonra danışarım. Nuş olsun. Hara gedirsiniz? Burada biraz təmiz hava alacağım. Siz gedəndən sonra gələrəm. Kim var yuxarıda? Kim var evdə?
Mən həmin qadını istəyirəm. Saliton mağazalar şəbəkəsinin baş sponsorluğu ilə İmtina serialının 19. bölümü bitti.